Salam Avtomobil TV izləyiciləri, hər kəs xoş gördük. İlk dəfə burada çəkilişdəyik. Bura eksklüziv bir məkandır və burada çox sayda münasib qiymətli avtomobillər var. Bir çoxu Amerikadan gəldiyi orijinal halı ilə təqdim olunur. Yəni ki, hər hansı bir təmir işi görülüb, təklif olunur və buradan həm Azərbaycana, Türkiyə, Rusiyaya, Gürcüstana ürəyiniz hara desəz, Gürcüstandayıq da qardaş. Yəni Gürcüstan daxilində də olur ki, müştərilərimiz istəyirlər. Hara desəz maşın göndərmək olar. Qazaxıstan, Rusiya fərqi yoxdur. Sadəcə siz istəyin, biz sizə buradan seçək. Ürəyiniz istəyəni sizin üçün göndərək. Vaxt itirmədən çəkilişimizə start veririk. Bir daha qeyd edirəm. Bizim İrandan olan izləyicilərimiz olur. İrana da maşın istəyirlər. Bəli, İrana da avtomobil göndərməyimiz mümkündür. Və burada çox maraqlı avtomobillər var. Odur ki, sizləri gözləyirik. Buyurun, əlaqə saxlayın. Kimə nə lazım oldu? Biz sizə canla başla buradan istədiyiniz avtomobili təşkil edək. Əlaqə nömrəmiz 055 248 24 14. Vaxt itirmədən çəkilişimizə start veririk. İki dənə yan-yana Volkswagen Jettalar var qardaş. Biri belədir. Təbii ki, bunun qiyməti münasib olacaq. Bu da münasibdir, amma bu daha münasib olacaq. Çünki bunu özünüz düzəltdirəcəksiniz. İkisini də mən sizə çəkim göstəreyim qardaşlar. İkisini də çəkim göstəreyim. 2019'dur bu. 1.19'dur, model 20'dir. Üstündəki təkərlərə qədər təzədir, ideal vəziyyətdədir. Panoramik lükdür. Ümumiyyətlə siz bizə müraciət edəndə həmişə maşını soruşanda, çünki bir modeldən çox çəkirik. Qardaş, screenshot elə göndərdin, yəni ki, misal üçün mən bu maşını görmüşəm, screenshot elə göndər, biz də bilək ki, söhbət hansı maşından gedir. Ümumi olaraq salonu görürsünüz, əla vəziyyətdədir. Bura aksiyondur, burada hər bir şey var, hər cürə maşınlar mövcuddur. VIN kodunu mən sizə çəkin göstərim. Burada da VIN koduna baxırıq, 2019'dur. Salon belədir. Bir həftə müddətdə Azərbaycana çatdırılmalıdır. Əlaqə 055 248 24 14. Həm WhatsApp, həm zəng 24 saat aktivdir. Bu da digəridir, bu da baxaq. Bu 2020 10-cu aydır. 2020 10-cu aydır, parça salondur. Bunlar 1.4 motor olur. 1.4 motor olduğu üçün də gömrük xərcləri çox münasib olur. Yəni almağa dəyər bir maşınlardır. İnşallah siz də Gürcüstan maşın bazarında münasib qiymətə təklif olunan avtomobillərdən xəbərdar olmaq istəyirsinizsə, bizi YouTube'dan, Facebook'dan, TikTok'dan, Instagram'dan, yəni harda qarşınıza çıxdıq, oradan da bizi izləyə bilərsiniz. Olur ki, çəkilişimizə davam edək, görək növbəti avtomobil nədir? Bir dənə burada gördüyünüz. Burada yan-yana iki dənə Camry var. Bu benzindir, bu hibriddir. Bu 2019'dur, bu 2024'dur, model 2025'dir. İndi hansını çəkin birinci. Mən tez bazar deyim, yəni 11.500'ə qoyublar, qiyməti bəllidir. Benzindir yenə deyirəm. İndi Azərbaycana da gedir, amma inanmıram Azərbaycanda bunu kimsə alsın. Çünki bizimkilər Camry'nin nəsə benzində çox maraq göstərmirlər. Çox risk adam olar da, yəni Fenerbahçe'nin şampiyon olmağı ilə, çempion olmağı ilə bu maşının alınmağına koefisiyent qoyulsa, yəni aşağı yuxarı eyni şans, eyni dərəcələr. Yəni bu maşının alınmağı ilə Fenerbahçe'nin çempiyon olmağı. Yəni o yüzden bu maşını qardaş çox da çəkmirəm. Amma çəkdim də, yəni belə çəkdim. 2019'dur. 11.500'ə qoyublar, 11.000 falan almaq olar. Keçirəm əsas buna. Bu hibrid. L paket deyil, L paket, hibrid. Maşın budur. Amerikadan gəlib birkasından mən sizə çəkəcəm. Əyil dur, söhbəti bir həmişə aşağıda olmalı insanı. Çünki beli başı qalır bayırda. Budur qardaş birkası. Həm screenshot edirsiniz, nə edirsiniz, eləyin saxlayın özünüzdə. Salonu belədir, parça salondur. Belə funksiyaları var, elektron rüçnoyu, nə bilim, sport rejimi, hay-huy hamısı var. Belə. Yəni salonun zadı səliqəlidir. Probegi nədir görəsən? Gözlə, ekranda görsən də probegini sonra siz məndən soruşarsınız. Mən də sizə deyənməyəcəm. Deyən görə uçcalayaq. Nə oldu? Getdi. Dəqiqə təzən açın bağlayayım. Probegini tapa bilmədim, amma çox olmaz. Yəni çox olmaz. Təzə maşındır da. Əlaqə 055 248 24 14. Honda Accord Sport 2024 modeldir. 23 1K'dır. Yalnız öndən gördüyünüz bu zədə ilə gəlib. Başqa bir sorunu yoxdur. Bir dənə bu zədə ilə gəlib. Başqa da bir şey yoxdur.
Diskləri budur, metalik rəngdir. Mesela o taraftan qapısı açıqdır. O yan tərəfdən göstərirəm. Bir də bu arxada qırıqdır. Amma buna görə narahat olmayın. Ehtiyat hissələri zaten biz Gürcüstandan qısa müddətdə, bir həftə müddətə istənilən ehtiyat hissəsi göndəririk. Əlaqə nömrəmiz 055 248 24 14. Yəni Bakıda tapa bilmədiyim bir ehtiyat hissəsi olarsa sənə təşkil edə bilər. İndi maşının salonunu mən sizə göstərirəm. Salon belədir, müxtəlif 3 modda drive rejimi falan filan hər bir şey var qardaş. Bir həftəyə də Azərbaycanda olur. Nə istəyirsən? Bir kasında çəkim, yəni bu vəziyyətdə gəlir. Bunu özünüz də baxa bilərsiniz. 2023. Sə, belə keçək növbəti maşına vaxt itirməyək. Əlaqə 055 248 24 14. Zəngimizi gözləyirəm. Sağ olun. Gəldik, çıxdıq Teslaların sırasında. Burada bir neçə dənə Teslalar var. Onları da mən sizə göstəreyim. Deməli 2020 neçədir? Bu təzələrdən də qardaş. Təzədir də, nədir bu ili? 2024. Model 3, Tesla Model 3. Panoramik tavanı zadı. Açıl görək. Panoramik tavanı zadı. Oturaq bir bu salonda. Bismillah ya Allah. İlk dəfə də otururuq da. Bu prospektdə harda göstərir? Bu speedometri zadı yox. Məni qınayana. 20%-də zaryadkası qalıb. Telefon kimi zaryadka zad göstərir. Qiymət 18.500 üstündə olan qiymətidir qardaş. Yəni belə kimə maraqlı oldu, əlaqə saxlayın 055 248 24 14. Bir həftəyə də çatdırılır. BMW X7 qardaş, bu maşının qapısını bağlayanda bütün dünya aləmdən təcrid olursan, sözün əsl mənasında qapısını bağladın mı? Bunun farasına bax qardaş. Bir dəftər naziklikdədir, yəni bir dəftərlə eyni naziklikdədir. Çox maraqlı bir maşındır. Təbii ki, yersiz bir müqayisədir. Mən qeyri-peşəkar bir müqayisədir, amma sadəcə sıradan bir insan, ekspert kimi yox. Bəzən mən maşınlara fikir bildirəndə ekspert kimi yox, sadəcə sıradan bir vətəndaş olaraq da fikir bildirirəm. Avtomobil X7-dir. X-Drive 40i. 2000 baxaq görək neçədir? 2022 12-ci ay 2023 model. Prospekti, yəni yürüşü 60 mindədir yürüşü. Bunun salonundan gələni qardaş. Yəni başqa bir şeydir də. Yəni nə bilim ha, nə deyim mən. Yəni mən də sürdüyüm maşın sayılır, bu da maşın sayılır, amma bunu mən bu salonda oturmasam ürəyim partlayar. Oturacağam. Yəni insanın yorğunluğu çıxır da qardaş. Bu nədir? Bu nə texnologiyadır. Yəni mən bunun sadəcə texnologiyasına hayranam da, hayran. Harman kardan səs sistemi, akustika. Şüşəni bağlayırsan, bütün ətraf aləmdən təcrid olursan. Çox gözəl bir şeydir. Ana boydadır. Bax təsəvvür elə, kameranı geniş bucağa qoymuşam və bacardığım qədər arxaya gedirəm. Mercedes sabah yanında cücəyə oxşuyur. Mercedes yanında yəni malışa oxşuyur da, malışa bildiyin. Nəysə, bu maşın qardaş qiyməti kimə maraqlı oldu, əlaqə saxlasın 055 248 24 14. Mercedes'i də elə bir can dərdi çəkirəm. 2019-un 1-ci ayıdır. Elə bir can dərdi çəkirəm. Budur da Mercedes. Yəni qardaş mən misal üçün GL-im olub. Bu nədir bu? GL 350. Mənim GL-im olub qardaş. Yəni açıq sizə deyim ki, mən GL-i alanda fikirləşirdim ki, qeyri-adi bir şey olacaq, amma sürəndən sonra gördüm ki, yəni V-Brazlı 8 silindir motoru çıxmaq şərti ilə, yəni o deyil. O effekti ala bilmədim. Ondan mən Mercedes komfortu, yəni təzə Mercedeslərdə BMW mənə daha komfortlu gəldi. Bəlkə də nəm yanılıram, bu mənim şəxsi öz fikrimdir də, yəni. Razı ola da bilərsiniz, olmuyor da. 2019 1K 2020 model BMW X5'dir. Normal maşındır, sağlam maşındır, görürsünüz göz qabağında da hər şey 110 ya 2000 ya 110 neçə min yürüşdədir prospekti. Belə qoşa lüktür. X-Drive 40 X-Drive 40i-dir. X-Drive 40i. Salonu da göstərim sizə. Salon da belədir, yəni tam səliqəli. Materialların iyi adama ləzzət edir də qardaş. BMW nə qədər getsə də o premium hissi bunda var.
premium hissi. İnşallah bunu sizə münasib qiymətə təşkil edə bilər. Yəni siz real alıcı olduqdan sonra bizim üçün problem deyil. Bir həftə müddətə Gürcüstandan istədiyiniz maşını sizə göndəririk. Bircə həftə müddətə, yəni oturub uzun müddətlər gözləməyə ehtiyac yox. Əlaqə nömrəmiz də 055 248 24 14. Yəni qardaşlar, məndən sizə tövsiyə Dubaydan, Dubay adı işləndə maksimum ehtiyatlı olun. Çünki Dubay özü gözəl bir yer olsa da Dubaydakı dələduzluq halları çoxdur. Yəni bilmirsiniz, tanımadığınız adamlarla iş görməyin. Gürcüstan buradan burada rahat gəlir. 3 günə 5 günə maşın çatır. Bazaretka yeri falan var. Bunun için ne var görüyorsun? Ne var burada? Deşik var burada, böyle bir şey bilmedim nedir. Ha. Neyse. Keçək növbətime. Bir tane burada Ford Escape var. Ford Escape var. 8300 dolara koyulup 2020 bırakılıştı. 21 modeldi, 1.5 motordu, gömrüğü münasibdi, yağış başladı. Tez bazarı biz terk eləyir. Qardaşlar üzürü sayın. Bu yağışda mən çəkiliş eləyə bilməyəcəm. Bütün soğuldum tez. Burada bir pis yağış var. Birdən-birə tökür. Düzdür, bərəkətdir, ruzludur, amma qardaş riski tökəcək yağış. O yüzden bazarı terk eləyirəm. Üzürü sayın məni. Növbəti çəkilişlərdə inşallah görüşərik. Kimə nə lazım oldu? Maşın zapacağız. Əlaqə saxlayın. 055 248 24. Qardaşlar, yaxşı ki bazardan çıxdıq. Yəni elə bir leysan tökdü ki, dəhşətli dərəcədə bax. Özə eynən Bakıdakı kimi burada da leysan başladısa, qardaş, probka başlayır. İnşallah növbəti çəkilişlərdə daha erkəndən gedəcəyik. Bax, yük maşınları olsun, nə desəz sizin üçün inşallah tapıb, çəkib göstərəcəyik. Siz izləmədə qalın bizi. Yəni biz sizin üçün buradayıq. Bizim məqsədimiz sizin sağlam və münasib qiymətə avtomobil almağınızdır. Avtomobil TV komandası olaraq xidmətinizdəyik. Buyurun, nə istəkləriniz oldu? Buyurun, şərhlərdə də yazın. WhatsApp-a da yazın. Zəng vurun, ehtiyat hissəsi, maşın, Gürcüstanla bağlı nə istəyiniz olsa buyurun, gözləyirəm. Sağ olun. İnşallah bu yağışdan o çöllərə də gedər, o səhra kimi bizim o yağış görməyən çöllərimizə də.